Xarici dili yaxşı bilənə asan iş var yoldaşlar. Sonrasında əgər aranızda ingiliscə və yaxud da rusu yaxşı səviyyədə biləniniz varsa, bu işlərə müraciət edə bilərsiniz. Qeyd edim ki, arasında yüksək məhaqqlı saya biləcəyiniz də ola bilər. 9 manatlıq olanı var ki, misal üçün onlar. Yəni 900, 800, 700 civarındadır belə deyim. 3 dənə vakansiyadan bəhs etmək istəyirəm. Bunlar adətən misal üçün gənclərə daha çox sərf edə bilər. Ailəli olan şəxslər üçün bilmirəm nə qədər məhaqqlar qanuniyyətici ola bilər. İlk öncə bələdçi işindən bəhs etmək istəyirəm yoldaşlar. Əgər yüksək səviyyəli rus dili, yüksək səviyyəli ingilis dili bilirsinizsə, təcrübə tələb olmayan belə bir iş mövcuddur yoldaşlar. 900 manatlıq bir işdir, rəsmi müqaviləyə də bağlayırlar sizdən. Bələdçi işidir. Turizm şirkətinə lazımdır. Yəni əsas tələblər budur ki, ünsiyyət bacarığınız olsun, özünü motivasiya eləyə bilərsiniz. Nə iş görəcəksiniz? Xarici qonaqlara, müxtəlif bölgələrə tur rəhbəri olaraq gedəcəksiniz. Onlara bölgə boyu tarix haqqında maraqlı məlumatlar verəcəksiniz. Bu məlumatı da siz artıq özünüz əzbərlədiyinizə görə xarici dildə artıq onu sizin üçün təkrar hər belə deyim də səfəriniz zamanı bildirmək artıq asanlaşacaq sizə. Yəni əslində prinsipə qaldıqda düşünürəm ki, bu iş üçün heç yüksək səviyyədə olmasa da dil bilginiz, orta səviyyədə də olsa müraciət edib şansınızı sınaya bilərsiniz. Bu bir iş idi. Haradaydı bu? Smile Toy şirkətində idi. Bir iş də var, Azərbaycan Üzgüçülük Federasiyasında var yoldaşlar. Burada da ofis meneceri işidir. Ali təhsil olmalıdır. Rus dilini əla bilməlisiniz. Ofis proqramları üzrə bilikləriniz olmalıdır. Bu da 700 manatlıq bir işdir. Səhər saat 9-dan 6-ya kimi olan bir işdir. Bundan əlavə yoldaşlar, Zeytin Farmada ambar üzrə işçiyə ehtiyac var. NZS və Masazır qəsəbəsi üzrə. Burada hansına müraciət edirsinizsə, əsas məsələ namizəd iş yerinə yaxın olmalıdır. Yəni həmin ərazilərə yaxın yerdə yaşamalısınız və bundan əlavə rus dilində də sərbəst oxuma qabiliyyətiniz olmalıdır. Kompüterdən istifadə bacarığınız olmalıdır. Kişi olmalısınız, 22-40 yaşlı bir şəxs olmalısınız. 800 manata yaxın əmək haqqı qazana bilərsiniz burada. Bu işlərdə müraciət metod dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanız əsasını çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə, kanala daxil olun, Toğrulacıvadı kanala. Kanala daxil olduqdan sonra diqqət etsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.